Üzərinizdə nə qədər nağd pul var? 11 manat. 11. Göstərə bilərsiniz. Adınız necə oldu? Yusuf. Yusuf bəy, mən sizə 2 dənə sual verəcəm. 2 sual, ikisinə də düzgün cavab verə bilsəz, 11 manat da bizdən udacaqsınız. Olar. Razısınız? Razıyıq. Hər sualımızın 5 variantı var. A, B, C, D, bir də K variantı. K Kamilin variantları, yəni mənim. İstəsəz onu seçə bilərsiniz. Hər sual üçün də 30 saniyə vaxtınız var, tələsməyin. Bol pul gətirər. Coğrafiyada materik anlayışı nəyi bildirir? A. İstənilən torpaq sahəsi. B. Dağlıq ərazi. C. Böyük ada. D. Böyük quru sahəsi. K. Böyük sözünə baxmayan böyrə-böyrə qalar. C variantını bir də deyərdiniz. Gəlin variantları mən sizə sıralayayım. A. İstənilən torpaq sahəsi. B. Dağlıq ərazi. C. Böyük ada. D. Böyük quru sahəsi. K. Böyük sözünə baxmayan böyrə-böyrə qalar. Bu variant daha istidə elə bil. A variantı. A variantı seçirsiniz. Son qərarınızdır. Son. Təəssüf. Sizin seçdiyiniz variant səhvdir. Düzgün variant böyük quru sahəsi D variantı. Dostunuz düz deyirdi. Çox sağ ol iştirak elədiyiniz üçün. Sağ ol.